Salam əziz futbol sevərlər. Bu gün Misri Premyer Liqasının 29-cu turun oyunlarında hakim qərarlarını birlikdə nəzərdə keçirəcəyik. Tur ərzində qeydə alınan mübahisəli epizodlara aydınlıq gətirməyə çalışacağıq. Sumqayıtın yerinə yetirdiyi künc zərbəsindən ötürmə zamanı İmişlinin futbolçusu rəqibi davamlı olaraq tutur. Hakim oyunu saxlayır və İmişlinin qapısına penalti təyin edir. VAR epizodu yoxlayaraq müəyyən edir ki, İmişlinin oyunçusu mübarizə zamanı mövqeyini itirərək rəqibi arxadan davamlı tutur. Bu səbəbdən VAR meydandakı qərarı təsdiqləyir. Kəpəz rəqibin qapısına qol vurur. Hakim qolu qeydə alır. VAR qoldan öncə hücum edən komandanın qaydanı pozub-pozmadığını aşkar etmək üçün video görüntüləri izləyir. Məlum olur ki, qoldan əvvəl mübarizə anında top meydanı tərk edir. Bu üzdən baş hakim VAR-ın müdaxiləsindən sonra qolu qeydə almır. Topun meydanı tərk etdiyi yerdən yan xəttdən atışla oyun bərpa olunur. Zirənin futbolçusu rəqibin qapısını keçərək topu özündən çox irəli buraxır və ona çatmayacağını hiss edərək özünü yerə atır. Hakim bu epizodda davam işarəsi verir. VAR rəqibi aşkar qol vurmaqdan məhrum etmə şübhəsi ilə mümkün qırmızı vərəqə epizodunu yoxlayır və müəyyən edir ki, Zirənin oyunçusunun rəqib qapısı ilə heç bir təması olmayıb. Hücumun davamında Turantovuzun 88 nömrəli oyunçusu ona əllə təmas yaratsa da, burada güc və intensivlik olmadığından VAR meydandakı qərarı təsdiqləyir. Zirə rəqibin qapısına qol vurur. Hakim qolu qeydə alır. VAR epizodu yoxlayır və aşkar edir ki, qoldan öncə ötürülən topa Zirənin oyundan kənar vəziyyətdə olan futbolçusu yiyələnir. Sonda hücum qolla yekunlaşır. Bu səbəbdən qol qeydə alınmır. Turantovuzun yerinə yetirdiyi künc zərbəsindən sonra Zirənin qapıçısı topu dəf edir və sonra top onun komanda yoldaşının əlinə dəyir. Hakim əvvəlcə davam işarəsi verir. Ardından köməkçisinin işarəsi ilə künc zərbəsi zamanı topun meydanı tərk etdiyini bildirərək qapıdan zərbə qərarı verir. VAR ilkin olaraq əllə oyunu yoxlayır və müəyyən edir ki, top oyunçunun təbii vəziyyətdə olan əlinə dəyir. Topun öz komanda yoldaşından gəldiyi və məsafənin qısa olduğu meyarı nəzərə alınaraq epizod əllə oyun kimi qiymətləndirilmir. VAR meydandakı qərarı təsdiqləyir. Sabahın futbolçusu həddindən artıq güc tətbiq edərək qaydanı pozur. Hakim ciddi qayda pozuntusu səbəbindən Sabahın oyunçusunu qırmızı vərəqə ilə meydandan kənarlaşdırır. VAR epizodu yoxlayır və müəyyən edir ki, Sabahın futbolçusu sürüşmə fənd edərkən əvvəlcə topa toxunur.
Amma topa toxunuşdan sonra ayağı açıq vəziyyətdədir. Təmasdan qaçmaq üçün ayaqlarını yığmır. Ayağın altındakı şiplərdən istifadə edərək rəqibə zərbə endirir. Təmas nöqtəsi rəqibin sağlamlığına təhlükə yaratdığı üçün VAR meydandakı qərarı təsdiqləyir.